Biraz bəzi vaxtlar öz həyatımızı yox, bizə belə baxarlar, elə baxarlar, o cür nə yaşayırıq. Sonra da bir ömür əziyyət çəkib borc veririk, kredit veririk. Sonra dərd eləyirik, bu dərd də gəlib ömrümüzü də azaldır, qısaldır, həyatımızın şirinliyini də alır. Nə qədər imkanın var o qədər. Özümüzü o dəbdəbəlik bir şey deyil. Elə də o həyatda ki, bəzilərdə bu belə mövzular reklam edir də. Belə mövzular o qədər reklam olunur ki, sanki qarşı tərəfdə onların o həyatına baxır, deyir, elə bil onlar xoşbəxtdirlər də, sanki onlar üçün bir etalon olurlar və özlərini onlara bənzətmək, onlara. Çünki oturun, düşünün, fikirləşin, xoşbəxtliyin ümumiyyətlə açarı nədir? Saadətin açarı, kilidi nədir? O cürlə insan xoşbəxt olmur ki. İndi insanlar xoşbəxt olmaqdan daha çox xoşbəxtliyini göstərmək istəyir. Daha çox evdə xoşbəxt olmaqdan, necə eləyim evdə, ailədə xoşbəxt, ondan çox zikri fikri budur ki, necə eləyim ki, hamı məni görsün, bilsin ki, xoşbəxt olmaqdan, müəyyən, nə bilim, orada, burada bu şəkil çəkmək və s. Mən demirəm, heç nə də olmasın, kim çəkir o həddində, çərçivəsində özü bilər, öz üçün, hədd çərçivə üçün. Amma aşırı, mən bəzi vaxt belə cavanlara ürəyim ağrır. Hələ bu ailə çox getməz. İnanın, baxıram, həqiqətən də çox da elə dolu bax. Dostlar gəlib o görüşüb, deyirlər, hə, doğrudan da belə oldu. Deyirəm, yəni bu təcrübədir də, yəni mən bu neçə ildir görürəm. Belə, yəni o getmirlər bir yerə, çata bilmirlər. Yalançı bir aura yaratmaq, sanki xoşbəxtlik və bunu da bir növ cəmiyyətdə bir şəkildə təqdim eləmək və insanları da o istiqamət vermək, bunların hamısının məsuliyyəti var. Biz sosial varlığıq, attığımız addımların ictimaiyyətə təsiri var, ona görə cavab verəcəyik. İlk öncə dünyada, sonra axirətdə. Bu konkretdir, qətidir. Ona görə addımlarımıza diqqət eləməliyik. Mən özüm istəyirəm, özüm bilərəmdən deyil. Azad deyilsən ki, kimsə bədbəxt edilsin. Azadlığından müsbət mənada istifadə ilə bəhrələn. Düz cəmiyyətə yaxşı nümunə ol, pis nümunə ol. Və mən bugün istəyərdim ailələrlə tanış olsun. Ən gözəl nümunəvi ailələrdən biri də Əhl-i Beyt xanım Zəhra, Əmin ailəsi. O ailəyə bir baxaq görək. Peyğəmbər Xədicə bu ailəyə baxaq görək. Necə davranıblar? Hansı detallara fikir veriblər? Həzrəti Peyğəmbər, Həzrəti Xədicə heç vaxt o dəyərini itirməzdi. Deyərdi, Xədicə, eynə, mislu Xədicə. Xədicə kimi xanım var. Bu dəyər verməkdir xanıma. Lazım ona görə kişi xanıma dəyər versin. İndi keçək bu tərəf